Bu günlərdə Azər Qasımlıya 12 il hökm oxundu və çox da primitiv bir işdən, təbii ki, saxta və qurama bir cinayət işindən. Mən bu videoda Azər Qasımlı və digər siyasi məhbuslar haqqında danışacağam. Azər Qasımlı bir neçə il həm də Realın üzvü olub, mənim üzv olduğum partiyanın üzvü olub və sonradan münasibətlər pisləşib, Azər Qasımlı Realdan ayrılıb və ortada soyuq münasibətlər olub. Təbii ki, mən bu videoda o mövzu ətrafında danışmaq niyyətim yoxdur. Hal-hazırda Azər Qasımlı həbsdədir. Qurama işlərdən, saxta işlərdən ittiham olunub və 12 il hökm oxunub. Mən öncə bir qədər Azər Qasımlının siyasi fəaliyyəti və onun niyə həbs olunması haqqında danışım. İşin yəni siyasi tərəfini, ondan sonra isə Azərbaycan hökuməti və əgər Azərbaycan hökumətinin ölkəni idarə edənlərin, yəni olan mənəvi dəyərlər haqqında bir qədər danışacağam, əgər varsa bu mövzuda, bu kontekstdə. Təbii ki, bir insanın həbs olunması təkcə siyasi iş deyil, bu həm də bir mənəvi iş deyil. Siz kimisə həbs edirsinizsə, təkcə onun siyasi fəaliyyətini əngəlləmirsiniz. Onu həm də bir şəxs kimi həyatdakı azadlığını əngəlləyirsiniz ən öncəsi. Onun, əgər bir insan atadırsa, onu övladlarından ayrı salırsınız. Bir gəncdirsə, onun gəncliyini əlindən alırsınız. Bir oğuldursa, onun valideynləri ilə, qohum əqrabası ilə, dost tanışı ilə və bunlar hamısı təbii ki, həm siyasi, həm də mənəvi bir işdir. Ona görə də mən bu iki hissə haqqında da danışacağam. Öncə siyasi məsələ haqqında. Azər Qasımlı həmişə Azərbaycan iqtidarına daha çox sərt yöndə tənqidləri ilə yadda qalıb. Hətta Realda olan dönəmdə də, Realdan ayrılandan sonraki dönəmdə də. Azər Qasımlı hətta Siyasi Menecment İnstitutu adlı bir qeyri-hökumət təşkilatı da yaratmışdı və orada gələcək üçün kadr potensialı hazırlayırdı. Orada siyasi dərslər keçirilirdi və bunu mən yüksək qiymətləndirirəm. Təbii ki, hər bir insanın Azərbaycan cəmiyyətində, Azərbaycan vətəndaşları üçün atdığı müsbət yöndə addımlar dəstəklənilməlidir. Onun siyasi görüşlərindən asılı olmayaraq, onun hər hansı bir mövzularındakı fikir bizimlə olan fikir ayrılıqlarından asılı olmayaraq. Azər Qasımlı 2015-ci ildə Realın üzvü olarkən də parlament seçkilərində namizəd olmuşdu və orada da saxtakarlıqla üzləşmişdi. Onu haqqı olan mandatı əlindən almışdı. 2020-ci ildə də kütləvi, onsuz da kütləvi keçən saxtakarlıq seçkilərdən yenə də Azər Qasımlı və digər namizədlərlə Realın bir çox namizədlərinin özlərinin Azər Qasımlı dedim ki, onda Realın üzvü kimi getməmişdi artıq o zaman. Realdan ayrıldığı 3 ay idi. Və yenə də saxtakarlıqla üzləşdi və tək o yox, həm də həmin dairədə olan digər müstəqil və müxalif yönlü namizədlər. Təbii ki, hökumətin istədiyi adam, hökumətin icazə verdiyi adam buraxıldı parlamentə, həmin dairədən. Və iş gəldi 2022-2023-cü ildə artıq Azərbaycanda kütləvi repressiya dövrü yenidən başladı və artıq aşağı-yuxarı bir çox adamlara bəlli idi ki, Azərbaycanda bundan sonraki dönəm total artıq həbs dönəmidir və bundan sonra insanlar gərək öz ritorikalarına diqqət etməli idilər. Həm hakimiyyət tərəfindən baxanda, hakimiyyət bucağından baxanda. Çünki iqtidarın həbs etmək istəyib də edə bilməyəcəyi kimsə yoxdur bugün Azərbaycanda. Düzdür, mən özüm də burada oturub tənqid edirəm. Həm ölkənin birinci adamını, həm onun hüquq mühafizə orqanlarını zaman-zaman, həm onun siyasətini, iqtisadi siyasətini, təhsil siyasətini və s. və ilə axır. Mən uzatmaq istəmirəm mövzunu. Amma bir gün mənim də və digər hər birimizin Azərbaycanda özünə müxalif yönümlü deyən insanın, bu iqtidarı bəyənməyən insanın həbs olunmamaq kimi bir sığortası yoxdur bu ölkədə və biz hal-hazırda belə bir dönəmdə yaşayırıq. 2024-cü ildə Azər Qasımlı da qondarma cinayət işi ilə, yəni çox da əslində mülki bir işlə kriptovalyuta işinə girib öz keçmiş tanışı ilə və həmin o bu dəqiqə Azər Qasımlıdan şikayət edən, Azər Qasımlının üzünə duran insan, Qurbanəli Yusifov adlı insan, o insan bir dönəm elə Azər Qasımlının yaxın dostu olub, yaxın çevrəsi olub. Və baxın, Azərbaycan iqtidarı insanları necə bir-biri ilə qarşı qoyur ki, gör, necə etibarsız bir mühit yaradır Azərbaycan cəmiyyətindəki. Dünən sən dostun oydu, ailəvi dostoydunuz, gediş-gəlişiniz var idi. Hətta Qurbanəli Yusuf Realdan da Azər Qasımlı gedəndən sonra getmişdi. Onun yanına getmişdi. Elə Hərəkat seçki blokunda birgə hətta seçkilərə qatılmışdılar. Mingəçevirdən namizəd olmaq istəyirdi Qurbanəli Yusuf adlı bu şəxs.
və kriptovalyuta işinə girib, hətta o özü Azər Qasımlıya borclu olub. Bunu məhkəmə ifadələrində görmək olur, şahid ifadələrində görmək olur və maraqlısı budur ki, Azər Qasımlının əleyhinə heç bir şahid ifadəsi yoxdur. Onun güya ki, irəli sürülən təhdid ittihamı ilə bərabər. Bunlar xırda detallardır. Bunları hər birisini keçək. Məsələnin özü budur ki, Azər Qasımlıya 12 il hökm oxundu. Yəni bu insan öldürməkdə suçlanmır. Yəni oxunan hökmün göstərilən maddəsi o deyil. İnsan öldürməyib, kütləvi narkotik istehsalçısı və yaxud da satıcısı deyil. Burada hər hansısa bir terror fəaliyyəti yoxdur, hər hansısa bir terror qruplaşması yaratma fəaliyyəti də yoxdur. Bu, insan ölməyib, kimisə xəsarət yetirməyib. Göstərən ittiham budur ki, Azər Qasımlı kiməsə hədə qorxu gəlib, amma bunun heç bir faktiki nə əsası var bu ittihamların, nə də ki, ortada bir şahid ifadəsi var, məhkəmə materiallarında göstərilən materiallarda, vəkillərin və Azər Qasımlı xanımının dediyinə biz istinad etsək amma ortada 12 il hökm var. Açığı bu rəqəm özü, 12 il hökmün özü göstərir ki, Azər Qasımlı işinin nə qədər qurama və saxta olduğunu Azərbaycan iqtidarı elə bu verdiyi illə, bu göstərilən 12 rəqəmi ilə özü təsdiq etmiş olur əslində. Yəni gələcəkdə heç bunu uzun-uzadı müzakirə etməyə, oturub araşdırmağa ehtiyac belə olmaz. Azərbaycanda iqtidar dəyişiləndən sonra göstərilən rəqəmlərə və ittiham olunan maddələrə istinad etəndə artıq insanlar avtomatik başa düşəcək, bəli, bu qurama işdir və bunu elə nə yaxşı ki, o vaxt hökumət 12 il buna verib və bunu bariz nümunədə insanlara göstərib ki, baxın, mən kimə nə qədər istəsəm o qədər verəcəm. İnsan ölümlərinə 9,8 verirlər, ya 9 il verirlər, 9 ildən bir qədər çox, bəlkə də daha az olanlar var, amma ortada heç bir ciddi xəsarət yox, ölüm yox, itim yox, heç nə yox, amma 12 il həbs var. Və bu 12 il həbs, mən ümid edirəm ki, Azər Qasımlı təbii ki, bu göstərilən müddətin sonuna qədər həbsdə qalmayacaq, amma indi riyazi şeyini hesablasaq, Azər Qasımlı artıq 61 yaşda azadlığa çıxacağını bu göstərir. 24-cü ilin dekabrında həbs olunmuşdu, 1 il yarımda artıq həbsdə idi və indi də üstünə 10,10 nə qədər gəlsək, bu Azər Qasımlının artıq təxminən hardasa elə 62 yaşa yaxın yaşda Azər Qasımlı azadlığa çıxmalıdır. Bu rəqəmlə getsə, bu göstərilən illə getsə. Bu faciəvi bir işdir. Azər Qasımlı təkcə siyasətçi deyil, o həm də bir atadır. Onun da ailəsi var, 3 uşaq atasıdır. Və kiminsə ömründən 12 il yemək nədir? Həmin insanın çıxışları sizin xoşunuza gəlmir, həmin insanın siyasi mövqeyini siz bəyənmirsiniz. Bu qədər də olmaz. Ümumiyyətlə, bu siyasi məhbus məsələsi, mən zaman-zaman bu haqda danışıram. Siyasi məhbus məsələsinə bir dəfəlik nöqtə qoyulmalıdır. Mən hər dəfə bunu danışıram. Təbii ki, bunu əməl edən yoxdur, hökumət tərəfdən bir addım atan yoxdur. Nə də ki, xarici təşkilatlar əvvəlki kimi Azərbaycan hökumətinə siyasi məhbus məsələsində hər hansısa bir təzyiq göstərmir. Hətta mən düşünürəm ki, heç bu haqda danışıqlar belə getmir, nəinki təzyiqlər. Çünki artıq ardı arası kəsilmir bu siyasi məhbus məsələsinin. Söhbət təkcə həbs olunanlardan getmir ki, azadlıqda olan hökuməti bir qədər tənqid edən partiya fəallarına, hökuməti tənqid edən tanınmış ictimai siyasi şəxslərə belə zaman-zaman müəyyən təhdidlər olur. Hökumətin bəzi kəslərinin dili ilə, onların ağzı ilə, onların qələmi ilə və yaxud da. Mövzu təkcə həbs olunanlarla bitmir bu məsələdə. Və qayıdaq Azər Qasımlı məsələsinə, mən bunu da xüsusi qeyd edim, mən indiyə kimi siyasi məhbus məsələsindən danışanda kiminsə adını hallandırıb bir nəfərin üzərindən danışmağa üstünlük verməmişəm. Həmişə ümumi bütün siyasi məhbusların problemindən, onların azad olunmasından danışmışam. Və indi mən Azər Qasımlı haqqında danışıram, insanlara ümid edirəm ki, bunu ayrı seçkili kimi qəbul etməz. Çünki bəzi insanlarda belə bir fikir formalaşa bilər ki, Azər Qasımlı keçmiş realçıdır deyə Novruz onun haqqında xüsusi bir video çəkib. Amma mən sadəcə Azər Qasımlı üzərindən obraz kimi həm də digər siyasi məhbuslara da bu dediklərim şamil olunur. Onların da hər biri azadlığı haqq edir. Bugün Azərbaycanda elə 8 martda bizim nə qədər siyasi məhbus xanım jurnalistlərimiz var idi ki, onlar 8 martda həbsxanada qeyd etdilər. Amma Azərbaycanda kimlərsə durub zaman-zaman ailə dəyərlərindən, milli mənəvi dəyərlərdən danışırlar. Onlar Azərbaycan qadınına göstərilən diqqət və qayğıdan danışırlar. Və 10 il əvvəl, 15 il əvvəl Azərbaycanda 1-2 siyasi məhbus qadın olanda
az qala aləm dəyirdi bir-birinə. Bunu hamı çox böyük bir qəbahət hesab edirdi. Xədicə İsmail кейsi var, Leyla Yunus кейsi var və böyük bir əks-səda doğururdu ki, necə ola bilər ki, siyasi məhbus xanım var Azərbaycanda. Amma indi elə az qala 8-10 nəfər jurnalist xanım var həbsxanada. Amma bu əvvəlki kimi əks-səda doğurmur. Çünki hökumət bunu artıq normallaşdırıb, bu siyasi məhbus məsələsini, o jurnalist ovu məsələsini, onun tənqidçilərinin həbslə, təhdidlə, şantajla, müxtəlif variantlarla susturmağa çalışmasını artıq hökumət özü normallaşdırıb. Və bugün biz Azər Qasımlı nümunəsində də görürük ki, hökumət kimə hansı maddəni istəsə oxuya bilər, kimi şərləmək istəsə şərləyə bilir, kimi həbs etmək istəsə həbs edə bilir. Və bunu artıq əvvəlki kimi nə beynəlxalq təşkilatlar qarşısında özünü hər hansısa bir təmizə çıxarmaq cəhdləri də yoxdur ortada. Nə də ki, xalq qarşısında, Azərbaycanlıların qarşısında hesabatlılıq kimi bir öhdəlik də görmürlər özlərində. Çünki propagandaçıları çox yaxşı işləyir, medialar əlində var, kütləvi media informasiyaları, çoxlu maliyyə buraxırlar bu işə və gündəmi, ictimai mühiti istədikləri kimi balanslaşdıra bilirlər, istədikləri kimi yön verə bilirlər. Və bugün Azərbaycanda günahsız bir insan çox xırda bir iş üstə, hətta özünün əslində özünün zərər çəkmiş olması halında Azər Qasımlı özü hal-hazırda ona Qurbanəli özü ona 20 minə yaxın pul verməlidir. Amma baxın ki, iş elə düzü qoşdular ki, dostun üzərinə elə qoydular ki, bugün Azər Qasımlının özü 12 il azadlıqda məhrum edildi və Azər Qasımlının çox kiçik yaşda olan bir oğlu var, 3 uşaq atasıdır, oğlu çox kiçikdir. Və təsəvvür edin, Azər Qasımlıya bugün oxunan bu hökm son günədək tamamlanacaqsa, həmin o uşağın artıq universitet tələbəsi olan bir vaxtına gəlib çıxır Azər Qasımlının azadlığa çıxması. Bu həqiqətən nə qədər çox dəhşətli bir durumdur. Siz insanların ömründən, gənc insanların ömründən, birindən 7 il, birindən 12 il, birindən 10 il, birindən 8 il alırsınız və onların həbsxanada hər cür psixoloji baskıya, hər cür şiddətə, hətta bəzən təbii ki, fiziki baskılara belə məruz qoyursunuz. Bu insan həyatıdır. Bu biz hər birimiz Azərbaycanlıyıq, həm də iqtidarda təmsil olunan kəslər də, bu ölkəni idarə edən kəslər də, onlar da Azərbaycanlıdır. Və bugün onların həbs etdiyi insanlar da Azərbaycanlılardır. Sizlərin də ailəsi var, onların da ailəsi var. Və niyə bir insan öz ailəsi ilə günlərini keçirməməlidir, amma günahsız şərlənərək həbsxanada 4 divar arasında keçirməlidir? Eninci dəfə dediyimi bir daha təkrar edirəm, Azərbaycanda siyasi məhbus məsələsinə bir dəfəlik son qoyulmalıdır. Bu qondarma teatra, bu şovlara ehtiyac yoxdur. Onsuz da insanlar buna inanmır. Yəni həqiqətən Azərbaycanı idarə edənlər elə girib özlərinin xəbər saytlarında yazdıqları, sosial şəbəkələrdə özlərinin səhifələrində paylaşdırdıqları daha doğrusu materiallara baxıb insanların o rəylərdə verdiyi reaksiyonu görmürlər. Yəni təbii ki, o yazılan rəylər həqiqəti əks etdirməyə də bilər. Çünki hökumətin də külli miqdarda vəsait buraxıb troll yetişdirdiyi trollar var. Amma istənilən halda siz o profillərə baxanda, o rəyləri yazanın səhifəsinə bir tıklayıb baxanda ayırt edə bilirik, seçə bilirik ki, kim fake profildir, kim ümumiyyətlə trolldur, bu yazılan rəy troll rəyidir və yaxud da kiminsə Azərbaycanlıdır, bəlkə də siyasi aktiv də deyil, bəlkə də tam-tamına müxalif mövqeli də deyil. Amma o başa düşür ki, bugün kimlərsə Azərbaycanda şərlənib həbs olunur, kimlərsə ailəsindən uzaq tutulur, kimlərsə valideynlərindən. Baxın, 22-23 yaşda gənclərimiz var ki, onların bəziləri yeni evlənib, bəziləri nişanlıdır, bəziləri... Yəni, bu bir faciədir əslində. Bugün Azərbaycanın bu illəri, xüsusilə də 2023-cü ildən sonra, baxın, bu illər Azərbaycan əslində 21-ci əsr Azərbaycanının mən deyərdim ki, ən faciəvi illəridir. Doğrudur, biz 21-ci əsrdə torpaqlarımızı işğaldan azad etdik, Şuşamıza qovuşduq, Xankəndidə Azərbaycan bayrağını uzatdıq. Bunlar bizim şanlı tariximizdir. Bunlar bizim tariximizin şanlı vərəqləridir. Amma 23-cü ilin payızından başlayaraq, noyabrından başlayaraq bu kütləvi həbs dalğası və xüsusilə də gənclərə yönəlik kütləvi həbs dalğası şərmaşını
Və bu Azərbaycan tarixinin ən qara səhifələri kimi qalacaq. Fərqi yoxdur iqtidarda kim olur olsun bunu Azərbaycanlılar unutmayacaq onsuz da. Və bu nə vaxtsa bitəcək. Təbii ki, heç bir şey dünyada əbədi deyil. Azərbaycanda da Yeni Azərbaycan Partiyasının hakimiyyəti, İlham Əliyevin prezidentliyi təbii ki, əbədi deyil. Bunu İlham Əliyev özü də bilir. Bunu mən düşünürəm ki, onun komandası da bilməlidir və ona uyğun da addımlar atılmalıdır. Hər danışanı həbs etmək, hər danışanı şərləmək yaxşı. Siz ölkəni hara aparmaq istəyirsiniz? Təbii ki, ölkədə tənqid olmalıdır, ölkədə müxalifət olmalıdır. Biz hökuməti tənqid etməliyik, edə bilməliyik və bunun qarşılığı həbs, bunun qarşılığı şantaj, bunun qarşılığı hansısa bir fiziki və yaxud da psixoloji baskı olmamalıdır. Azərqasımlı və digər siyasi məhbuslar tezliklə bütövlükdə azadlığa çıxmalıdır və hökumət bu qondarma şoulara, bu düzəltmə oyunları artıq bitirməlidir.